Hər vaxtınız xeyir. Bugün sizə numerologiyada sabitlik və zəhmətin simvolu olan 4-cü enerji haqqında danışacağam. Əgər doğum tarixinizdə, adınızda və ya doğum tarixinin toplamı 4 rəqəmidirsə, bu video tam sizlikdir. Ayın 4-ü, 13-ü, 22-si və 31-i anadan olanlar 4 enerjisini daşıyır. Gəlin 4 rəqəminin həm güclü tərəflərini, həm də diqqətli olmalı olduğu zəif yönlərini birlikdə araşdıraq. 4-cü enerji hakimiyyət və imperator enerjisidir. 3 və 4-cü enerjilər çox oxşardır və bizə bir daha göstərir ki, hər bir insanın daxilində həm qadın, həm də kişi enerjisi mövcuddur. Bu iki güc arasında düzgün tarazlıq qurulmadıqda daxili harmoniya pozulur. 3-cü enerji daha çox qadın, 4-cü isə kişi mənşəli enerjidir və həyatdakı ahəngə çatmaq üçün bu iki gücü düzgün bölüşdürmək vacibdir. 4 enerjisinin müsbət tərəfləri nələrdir? Qadın olaraq 4-cü enerjini müsbət şəkildə daşıyanlar güclü xarakterə sahibdirlər. Cəmiyyət içində özlərini asanlıqla təsdiqləyir, böyük yüksəlişlərə çatır, lider olur, çoxlu qazanc əldə edirlər. Onlar üçün işlərdən nizam, intizam, dəqiqlik və idarə etmə olduqca vacibdir. Amma yadda saxlamaq lazımdır ki, 4-cü enerji daha çox kişi yönlü olduğundan qadın bu gücü istifadə edərkən diqqətli olmalı, kişi xüsusiyyətlərinə həddindən artıq qapılmamalıdır. Nəzarət və idarə etmə balanslı tətbiq olunmalıdır, yoxsa qadın ətrafını boğmağa başlayır. 4-cü enerji daşıyan qadın çox vaxt zahirən zərif, incə və sanki kövrək görünür. Lakin onun daxilində elə bir güc yatır ki, bunu dərindən tanımadan anlamaq mümkün deyil. Bu daxili güc çox zaman yetkinləşmə dövründə üzə çıxır və qadının şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Kişi olaraq 4-cü enerjinin müsbət daşıyıcısı əsl kişi obrazıdır. O güclü, dayanıqlı, məsuliyyətli, sözsüz bir liderdir. Həyatdakı çətinliklərdən qorxmaz, hər zaman çıxış yolu tapar və yaxınlarını qoruyar. Belə kişilər çox vaxt emosiyalarını nümayiş etdirməzlər. Romantik sözlər və jestlər onlara yaddır. Əgər siz daim səni sevirəm, necə gözəlsən kimi sözlər eşitmək istəyirsinizsə, bu tip kişi ilə münasibət qurmazdan əvvəl bunu dərk etməlisiniz. Onların həyatında ilk pillədə karyera və sosial status durur. Ailə ikinci yerdə olsa da, onlar ailəni maliyyə və təhlükəsizlik baxımından tam təmin edərlər. Bu kişilərin yanında olmaq üçün ilham verici qadın olmaq çox vacibdir. Onlar ruhlandıran qadınlar daha da böyüyərlər. Çox ciddi, tələbkar ata olurlar. Təbii liderdirlər. Arxasınca insanlar getməyə hazırdır. Güclü xarizma, məqsədyönlülük və iradə ilə seçilirlər. 4 enerjisinin mənfi tərəfləri isə qadında hər şeyi və hər kəsi nəzarət altında saxlamağa başlayır. Halbuki bu gücü özünü nəzarətdə saxlamaq, məsələn, pəhriz, idman, rejim kimi şəxsi nizam, intizam üçün istifadə etmək daha doğrudur. Çox zaman qadınlıqdan uzaqlaşır, həyat yoldaşını özündən aşağı görməyə başlayır, ona nə etməli olduğunu göstərə-göstərə ağalıq etməyə çalışır. Zamanla ərinə həyat yoldaşı yox, ana olur. Belə münasibət isə kişinin gücünü sındıra bilər. Bəzi qadınlar isə ailədə və ya işdə həddindən artıq sərtləşir, öz məqsədləri naminə insanların üstündən keçməyə belə hazır olurlar. Bu həm ailədə, həm də kollektivdə ciddi problemlər yaradır. Kişilər mənfi enerjidə olduqda həddindən artıq nəzarətçi, detallara ilişən, boğucu və tiran xarakterli olurlar. Onlar həyat yoldaşının hər addımını izləyər, daim təzyiq göstərər, azadlıq verməzlər. Bəzən isə əksinə kişi enerjisini itirər, qadın enerjisi olan 3-cü enerjinin mənfi xüsusiyyətinə keçər, yəni həddindən artıq yumşaq, iradəsiz, diqqət və qadın təsdiqinə ehtiyaclı olarlar. Belə kişi nə ailə idarə edə bilər,
nə də cəmiyyət içində özünü ifadə edə bilər. Gördüyümüz kimi 4 insanı realistik, məsuliyyətli və işgüzar edir. Amma bəzən bu sabitlik inadkarlığa, sərtlik və elastik olmamağa səbəb ola bilər. Əgər sizdə bu enerji güclüdürsə, potensialınızı düzgün istiqamətə yönləndirin, planlı olun, amma dəyişikliklərə də açıq qalın. Videonu bəyəndinizsə, like etməyi və kanalı izləməyi unutmayın.